Allah hər kəsi çətinliyə salacaq. Allah yetimin sahibidir. Necə ki Allah Əd-Duha surəsində, Quran-ı Kərimdə buyurur ki, Ələm yecidkə yetimən fəava. Məgər o səni yetim ikən tapıb sığınacaq vermədimi? Dua yetimin silahıdır. Ruhunu Allaha bağlayan gənc həyatda uduzmaz. Ona görə bugün hər bir şəxs uğur qazanmaq istəyirsə, nailiyyət əldə eləmək istəyirsə, yüksək pillələri fəth etmək istəyirsə, mütləq ata-anasına xidmət etməlidir. Öləndən də sonra dua edib Allahına yalvarmalıdır. İtaətdə möhkəm olub Allahının qarşısında, valideynlərin ruhunu qarşısında öz məsuliyyətini hiss eləyən bir gənc heç şübhəsiz uğur qazanacaq. Allah hər kəsi uğurlu etməyi nəsib etsin inşallah. Vəssalamu aleykum və rəhmətullah və barakatuh.